Pasient Rusiyada yaşayır. İndi təsadüfdən Azərbaycana gəlib və pasiyentin yaxın bir rəfiqəsini əməliyyat etmişik və onun tövsiyəsi üzərinə bizə müraciət edir. Gözlə baxanda bir qədər qıvrılmış damarları görə bilirik. Pasiyentin deməsinə görə 10 gün 2 həftə öncə bu bölgədə zəif bir ağrı olub, sonra ağrı kəskinləşib və s. İndi sadəcə rutin müayinəyə gəlib və rutin müayinədə nə görə bilir bu bölgədə? Damarın içərisində tromboflebit dediyimiz problem var. Sadəcə erkən dövrdür. Məhz xəstənin şikayəti həmin tromba uyğundur. Sadəcə kiçik bir yerdə olduğu üçün xəstə bunu daha asan, xəfif şəkildə atada bilibdir. Yəni, yoxsa əslində bu proses belə dayanmazdı və buradan iç damara, dərin venalara doğru istirayət elədiyi halda bu insana həyatı baxımdan təhlükə törədər. Bugünkü gün üstdən baxanda heç nə görmədiyimiz halda belə, çünki tromboflebitin əlamətləri var. Təkcə ağrı yox, qızartı, şişkinlik, bərkimə. Bunlar olmadığı halda belə, sadəcə adi bir görüntü olduğu halda belə içəridə trombun olduğunu Doppler müayinədə izləyə bilirik. Ona görə də varikoz xəstəliyi sıradan bir görüntü deyil, həm də sağlamlıq problemidir. Sadəcə bu kimi halda gizlin belə gedə bilir.